Rəhman və Rəhim Allahın adıyla. Nəfs. Bir çox hadisə və halların qərargahına çevrilmiş izah olunmaz məfhum. Bir neçə silsilə buraxılışımızı məhz nəfs mövzusuna aid etmişik. Kəlmə olaraq nəfs kəlməsini biz yalnız bir mənada başa düşmüşük. O nəfsinə aldandı, nəfsi ona güc gəldi kimi ifadələrdən bəlli olur ki, biz bu kəlməni yalnız şər mənbəyi kimi anlamışıq. Quran və hədislər isə bunun əksini deyir. Məsələn, Qurani-Kərimdə nəfs kəlməsi müxtəlif mənalarda işlənmişdir. Etimoloji mənasına görə nəfs, lisanül ərəbdə lüğəvi mənasına görə nəfs kəlməsi can, ruh, həyat, şəxs, zat, öz, nəfər mənalarını ifadə edir. Konkret danışsaq, Qurani-Kərimdə bəzi yerlərdə nəfər və ya şəxs mənasında işlənib. Və izə qataltum nəfsən, o zaman ki siz bir nəfəri öldürdünüz. Bəqərə surəsi 72-ci ayə. Göründüyü kimi bu ayədə nəfs kəlməsi şəxs, nəfər mənasını ifadə edir. Yaxud əlləzi xaləqakum min nəfsin vahidə, o kəs ki sizi bir nəfərdən yaratdı və ya bir şəxsdən yaratdı. Nisa surəsi 1-ci ayə. Burada da nəfs kəlməsi nəfər və şəxs mənasını ifadə edir. Bəzi yerlərdə isə nəfs kəlməsi kəs mənasında işlənib. Vəttəqu yevmən la tərzi nəfsun ən nəfsin şeyən. Qorxun o gündən ki, heç kəs heç kəsdən bir əzabı dəf edə bilməyəcək. Bəqərə surəsi 48-ci ayə. Və ya kullu nəfsin bimə kəsəbət rahinə, hər bir kəs öz əməlinin girovundadır. Müddəssir surəsi 38-ci ayə. Bu da nəfs kəlməsinin bir kəs mənasında işləndiyi yerlər. Bəzi yerlərdə isə nəfs can mənasında işlənmişdir. Məsələn, və minən-nəsi mən yəşri nəfsuhu ibtiğa mərzatillah. Bəqərə surəsi 207-ci ayə. İnsanlardan eləsi var ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Nəfsini yox. Diqqət eləsəz, tərcümələrdə öz nəfsini yox, canını fəda edər kimi yazılmışdır. Həzrəti Əli əleyhissalamın Leylətul Məbiddə öz canını düşünmədən ölümə gözə alaraq Həzrəti Peyğəmbərin yatağında yatması barədə nazil olan bu məşhur ayədə nəfs kəlməsi sadəcə can mənasında işlənib. Şəxs və ya nəfər mənasında yox. Quranın başqa yerlərində də nəfs kəlməsi can mənasını ifadə edir. Məsələn, tucahiduna fi sabilillahi bi amwalikum və anfusakum. Öz malınızla və canınızla Allah yolunda cihad edin. Səhv surəsi 11-ci ayə. Bəzi yerlərdə nəfs kəlməsi elə başa düşdüyümüz nəfs mənasında işlənib. Və nəfsin və mə səvvəhə. And olsun nəfsə və onu yaradana. Şəms surəsi 7-ci ayə. Bəzi yerlərdə isə nəfs kəlməsi öz xeyrinə, öz mənfəətinə mənasını verir. Məsələn, mən əmilə salihən fəli nəfsi və mən əsə fəələyhə. Kim yaxşı iş görsə öz xeyrinə, kim pis iş görsə öz zərərinədir. Fussilat surəsi 46-cı ayə. Bəzi yerlərdə də nəfs kəlməsi ürək mənasında işlənib. Vəzkur rabbəkə fi nəfsik. Öz ürəyində Allahı yad et. Əraf surəsi 205-ci ayə. Daha bir qəribəlik. Allah özü barədə də nəfs kəlməsini Qurani-Kərimdə işlətmişdir. Təsəvvür edə bilirsinizmi? Yəni Allah Qurani-Kərimin bəzi ayələrində nəfs kəlməsini öz mənasında özünə aid etmişdir. Məsələn, Ənam surəsi 54-cü ayə. Kətəbə rabbəkum alə nəfsihi rahmətən. Rəbbiniz özünə rəhimli olmağı vacib etmişdir. Ənam surəsi 12-ci ayədə də eyni ibarə ilə rastlaşırıq. Eyni zamanda Ali İmran surəsinin 30-cu ayəsində də Allah özü haqqında nəfs kəlməsi işlətmişdir. Və yuhəzzirakumullahu nəfsəhu. Allah sizi özündən çəkindirir. Deməli, bura qədərki izahlarımızdan bəlli oldu ki, nəfs kəlməsi Qurani-Kərimdə təkcə bizim başa düşdüyümüz bir mənada gəlməyib. Yaxşı, bəs nəfs mövzusunu tədqiq edib öyrənməyin bizə nə faydası var? Nə faydası var? Həyatın mənası bundadır. Ümumiyyətlə, həyat bundan sonra məna tapır. İnsanın daxilində mübarizə etmək və mübarizədən həzz almaq hissi var. Məsələn, insanlar futbolu ona görə sevirlər ki, orada mübarizə var. Digər idman növləri də belədir. Eləcə də insanlar müxtəlif film janrlarını da orada olan mübarizəyə görə sevirlər. Nəfs mövzusu da daxili mübarizə ilə assosiasiya olunduğu üçün onu tədqiq edib üstündə işləmək həm maraqlı, həm də həzvericidir. Nəfsi tədqiq etməyin mühümlüyü üçün ikinci səbəb zədəli nəfslə yaşamaqdır. Zədəli nəfslə yaşamaq qırıq eynə ilə zərgərli işi görmək qədər qəribədir. Odur ki, bəzən batini gözümüz həqiqətləri ya görmür, ya da yarımçıq görür. İnsan yaxından tanımadığı bir şəxslə yoldaşlıq etsə, sonda xəsarət görmək ehtimalı böyüdür. Deməli, nəfsi tədqiq edib tanımalıyıq ki, ziyansız yaşaya bilək. Biz isə neçə ildir yaxından tanımadığımız təhlükəli bir yoldaşla yoldaşlıq edirik. Baxın, hüceyrə gözə görünmür. Onu yaxınlaşdırırlar, böyüdürlər və sonda nələrsə görürlər. Nəfsi tədqiq
təşviq etmək də bu cürdür. İnsanı yaxınlaşdırır və onun görünməyən xüsusiyyətləri aşkara çıxır. Mən ərəfə nəfsəhu fəqad ərəfə rabbəhu. Həzrəti Peyğəmbərimizdən olan bu hədis də bizi təşviq etməlidir ki, nəfsimizi tanıyaq. Bu hədis o deməkdir ki, əgər Allahdan nəsə anlamışıqsa, deməli özümüzü o qədər tanımış olmuşuq. Həzrəti Peyğəmbərimizdən olan bu hədis də bizi təşviq etməlidir ki, nəfsimizi tanıyaq. Əgər Allahdan nəsə anlamışıqsa, deməli özümüzü o qədər tanıya bilmişik. Sualımız da bu idi ki, nə üçün nəfs mövzusunda məhz dərin tədqiqat aparmaq lazımdır? Baxın, bəzi şəxslərin evində kitab rəfində xeyli kitab ola bilir. Bu şəxs bütün bu kitabları oxumaqla öyünə bilər. İslam maarifi insanı buna təşviq edir ki, bütün bu kitablardan öncə sən özündə gəzdirdiyin Nəfs adlı bir kitabı mütaliə etməlisən. Yəni bir bax gör ki, Nəfs kitabın sənə nələri deyəcək, nələri xəbər verəcək. Həm də niyə bu mövzu ilə məşğul olmalıyıq? Alimlər deyirlər ki, əgər nəfslə məşğul olmasan, nəfs özü səninlə məşğul olacaq. Görmüsünüzmü ki, bəzən zaman insanın əleyhinə işləyir. Nəfslə məşğul olmayanın zamanı onun əleyhinə işləmiş olur. Şeytan da həmişə alternativ verir. Nəfsə gələndə şeytan başqasının nəfsini öz nəfsindən daha yaxşı tanıyır. Heç özünə vaxt ayırmır. Qarşı tərəfi o qədər bələddir ki, məsələn iş yoldaşına deyir ki, sən hətta A eləyəndə bilirəm nə demək istəyirsən. Sənin aldığın nəfəsi belə tanıyıram. Baxın görürsünüzmü? İnsan başqasının nəfsini öz nəfsindən daha yaxşı tanıyır. Həzrəti Əli əleyhissalam da bu mövzuya toxunur. Buyurur: Allah rəhmət etsin o şəxsə ki, öz eyibləri ilə məşğul olmaq, başqalarının eyiblərini araşdırmağa ona vaxt vermir. Deməli nəfs mövzusunun ən mühüm əhəmiyyəti budur ki, özünüzlə məşğul olun. Aleykum enfusekum buyurur Quran. Sizə nəfsinizi tapşırıram. Bəzən biz övladımızı başqasına tapşıranda bu sözü işlədirik. Can sənin, can oğlumun. Yəni oğlumu sənə tapşırıram. Allah da sanki bizə nəfsimizi bu cür tapşırır. Pis aqibətlə ölənlərdən olmamaq üçün də vacibdir ki, nəfsimizi tanıyaq. Həm tarixdə bəzi şəxslərin dəyişkən həyat tərzi, həm də öz həyatımızda bəzi insanların dəyişkən həyat tərzi bizi sövq etməlidir ki, biz nəfsimizi mütləq tanıyaq. Yəni bizim də aqibətimiz Təlhə, Zübeyir, Yəzid xislətli insanların aqibətinə bənzəməsin. Biz bəzən sirkdə tərbiyə almış heyvanların hərəkətlərinə baxıb təəccüb edirik. Niyə? Yırtıcı bir heyvandan tərbiyəli olmaq gözləmirik axı. Bax gör tərbiyə ən yırtıcı heyvanı necə dəyişə bilir. Deməli nəfsin də tərbiyəsi mümkündür. Təsnim təfsirinin müəllifi Doktor Cavadi belə deyir: bəzən verilişlərdən gördüyünüz kimi insan əqrəblər və ilanlarla bir yerdə yaşaya bilir. Biz də buna baxıb təəccüb edirik. Amma əsl təəccüb olması bizim özümüzük. Çünki həmən əqrəb və həmən ilandan daha təhlükəli olan nəfslə çox rahat şəkildə bir yerdə yaşayırıq. Bu isə böyük faciədir, alim buyurur. Tarix göstərir ki, həyatda hər şey güc və güclənmək hesabına başa gəlir. Nəfs haqqında tədqiqat da insanı gücləndirir. Əslində güclənməyin yolu məhz nəfs məşqlərindən keçir. Bəzi tarix alimləri də nəfslə mübarizəni mühüm hesab etmişlər. Məsələn, Platon buyurur: ən böyük qələbə başqalarını deyil, məhz özünü məğlub etməkdir. Alman filosofu Arthur Schopenhauer deyir: İnsan nəfsi istəklərinin köləsi olduqca əzab çəkəcək. Nəfsi tədqiq eləməklə onu idarə eləməyi öyrənirik. Nəfs mövzusunu araşdırmaq insana öz nəfsinə indiyə qədər deyə bilmədiyi yox kəlməsini deməyi öyrədir. Tanınmış mütəfəkkir Viktor Frankl buyurur: İnsanın azadlığı nəfsi istəklərinə yox demək bacarığındadır. Bir şeyi anlamalıyıq ki, insan nəfsini tərbiyə etdi, etmədi, proses gedir. Nəfsin fundamenti və karkası bizim hər günkü nəfsi meyl və istəklərimizlə qurulur. Qurani-Kərim buyurur: "Qul kullun ya'malu ala şakilatihi." De, hər kəs öz nəfsi quruluşu əsasında davranar. Bu quruluşu da biz yalnız nəfsin tərbiyəsi əsasında formalaşdıra bilərik. Nəfs mövzusunda mükəmməl quruluşa isə nəfsi tədqiq edib onu tanımaqla nail olmaq olar. Nəfs mövzusunda növbəti verilişlərimizə baxmaq üçün bizi izləməkdə davam edin.